Gör Allama Xoyi nə deyir. Açım göstərim qaqa. Gör bunlar neyinlə qardaşım. Və əgər hoca balaca görsənirsə, mən də ekranda onu böyüt, qoy orada şey olsa da. Hə. Ənvər sus dinlə qardaşım. Ənvər səbr elə. Mən deyirəm. Ənvər səbr elə, mən deyirəm. Deyir ki, o iddia. Birincisi, mən heç vaxt bu iddianı səsləndirməmişəm. Onun qulağına çatıb kimsə deyir ki, bu gizli bir şey deyil də, bu 1000 ildir var. O deyir ki, yalansa əgər. Sən ömründə sən kitab açıb oxumusan ki, biləsən ki, sən ancaq yaz yerində 5 manat pul gelirsə, ağzı burnu və əyə bilirsən, kitab oxumusan. Al. Al bax. El-mədxəlu ilə məvsuatil hədithin nəbaviyyi əndəl imamiyyə. Deməli, kitabın adı budur. Heydər Hubbullah müəllifi. Səhifə 625. Bax, səhifəni göstərirəm. 625. Bax. Sarı ilə işarətlən. Deyir ki, İxtasarahu Tusiyyü ənnə Zurara. Deyir ki, o rivayəti Tusi ixtisar edir ki, Zurara səələl İmam-ı Sadiqə bid'a əs'ilətin və fi əxirihə qal. Deyir ki, Zurara İmam Sadiqdən birinci sual soruşub və deyir, sonunda da deyib, fələmmə xaracdu darattu fi lihyətihi. Zurara deyir ki, çıxdığım zaman onun saqqalına yel buraxdım. Bax, darattu fi lihyətihi. Xoyi mötərizatır deyir ki, lihyəti və lihyətihimə. Deyirəm, öz saqqalıma və ya ikisinin saqqalına. Mötərizatır xoyi. Bax, və qultu la tuflihu əbədə. Dedim ki, o əsla iflah olmaz. Bax, nə deyir? İxtiyaru ma'rifəti. Ekran böyüt, hocanın ekran məndə qarışıb. 9 nəfərlik elədim, 2 dənə şeyə qoşulmaq istəyir. Qalxsınlar, ədəblə, ərkamla. Ədəblə, ərkamla söhbət olunsun, buyur. İxtiyaru ma'rifəti rical 1-379. Bə deyirdin, yox idi. Xoyi. Tamam, diqqət elə. Kitabın müəllifi verir bunu, o kitab qaynaq verir. Gör, bax, deyir, və la yəhimmu təhdidu mənər rivayə. Deyir ki, rivayətin mənasını təhdidləşdirmək önəmli deyil, mühüm deyil. Ləkinnə Seyyidəl Xoyi, lakin deyir, Seyyid Xoyi 1413-də vəfat edib, indi 1448-də, 35 ildən qabıq oldu Xoyi. Yəqulu müəlliqan, deyir, müəlliq, yəni təliq olaraq deyir, lə yəkədu yəqzi təəccübi keyfə yəzkurul kəşşiyyü. Deyir ki, yəni deyir, mənim deyir, təəccüblənməyim bitmir də, deyir, az qalır ki, bitməsin ki, Kəşşi, Rical bu kitabın müəllifi, Rical-ı Kəşşinin müəllifi. Yəzkuru el-kəşşiyyü və şeyxu hədihi rivayəti təfihəti səqita. Deyir ki, Kəşşi və şeyx, yəni Tusini qəst edir hər halda, bu səfih, bir anlamsız, axmaq və düşük rivayətləri necə verir? Qayril münasibəti li məqami zurarətə və cəlalətihi vəl məqtu'i fəsaduha. Deyir ki, Zürarə hansı ki, onun cəlaləti, üstünlüyü deyir, qəti olaraq bilinir. Və həmçinin bu rivayətlərin də fasid olduğu bilinir. Xoyi yazıb, Mu'cam Ricalil Hədis 8-245. Və deyirdin, yoxdur. Hə? Yalança, yalancını Allah zəll eləsin. Var axı, İxtiyar mərifəti ricalda kəşfi verib, Tabərsi də, Tusi də onu zikr eləyib, Xoyu da deyir ki, az qalıram, çatlayam ki, bu səfih, bu gicələr rivayətləri nətər verir kəşfi öz ricalında. Və Seyyidul Xoyiyyü, ləv kənə məkənət Tusiyyə və kəşfiyyə ləhədəfə hədəl xabar. Deyir ki, bu kitabın müəllifi deyir ki, əgər deyir, Seyyid Xoyi deyir, bu kəşfi ilə Tusinin yerini olsaydı, şübhəsiz ki, o rivayətləri silərdi. Və deyirin, yoxdur. Hə? Sənin alimlərin danışır, kişi. Nətər yəni yoxdur? Biz heç kimə iftira atmırıq. Heç kimə iftira atmırıq. Çağır gəlsin, tövbə eləsin də, çağır gəlsin, demir ki, mən gələrəm, mənə təsdiq eləsə, mən gəlib tövbə eləyəcəm bir zaman. Damatı gəlib ispat olundu, gəlib tövbə eləsin. Bu rivayət var, onu libo ilə mən təsdiq edirəm. Bunu hər kəs bilir ki, var. Xoyi deyərdi ki, yoxdur da. Niyə? Deyir ki, mən az qalıram, çatlayam ki, bu kəşşi ilə bu iki Tusi nətər bunun kitablarında verirlər, bu səfəh rivayətləri. Və deyirdin, yoxdur.
Qardaş, biz heç kimə iftira atmırıq. İstəyir belə ən pastelli, konçinli kafir olsun. Biz heç kimə iftira atmırıq, qardaş. Allah'a hamd olsun. Biz Allah'tan qorxuruq. Salam aleyküm. Öz adınızı başqalarına qoymayın. İftira atan sizsiniz. Sizin hədisi sizə iftira atmaq əmr edir. Aleykum salam, qalxanlar xoş